Baş nazir 1 milyon 600 min manat dəyərində olan hədiyyələrini satışa çıxarır. Əzizləyicilər, hər vaxtınız xeyir. Qısa başlığı ilə qarşınızdayım. Söhbət İtaliyanın baş naziri Giorgia Meloni'dən gedir. Giorgia xanım xarici əməkdaşları və siyasətçilərdən aldığı 270-dən çox hədiyyənin satışa çıxarıldığı auksion təşkil edib. Səbəb isə çox maraqlıdır. Belə ki, İtaliyada məmurların dəyəri 300 avrodan artıq olan hədiyyələri özlərində saxlamasına icazə verməyən antikorrupsiya qanunu var. Bu qanuna görə də xanım baş nazir belə demək olarsa öz halal hədiyyələrini auksiona çıxarıb. Hədiyyələr arasında çox maraqlı əşyalar var. Burada Ukrayna prezidenti Vladimir Zelenskidən hədiyyə edilən iPad, Özbəkistan prezidentindən brilyant boyunbağı, Macarıstan baş naziri Viktor Orbandan Herend markalı farfor servis və 6 şüşə şərab, Səudiyyə dizaynerindən Piton dərisindən ayaqqabılar, Argentina prezidenti Javier Miley'dən benzin mişarı formasında heykəlcik, hətta Pakistandan bir kisə düyü və sair qiymətli əşyalar var. Bütün kolleksiyanın ümumi dəyəri təxminən 800 min avro və ya 1,6 milyon manat qiymətləndirilir. Qaydalara əsasən əldə olunan vəsait dövlət xəzinəsinə köçürüləcək. Yeri gəlmişkən, yeni il öncəsi xanım baş nazir təbrik çıxış zamanı söylədiyi fikirlə də gündəm olub. Belə ki, o çıxışında Nazirlər Kabinetinin işçilərinə xitabən deyib ki, bəs geridə qalan il hamımız üçün çətin oldu, amma narahat olmayın, növbəti il daha da pis olacaq. Ümid edirəm ki, bu bir zarafat olub. Siz bu barədə nə düşünürsünüz, əziz izləyicilər? Fikirlərinizi şərhlərdə qeyd edə bilərsiniz. Bu arada videonu bəyənib paylaşmağı, həmçinin maraqlı məlumatları qaçırmamaq üçün səhifəmə abunə olmağı unutmayın. Ən əsası özünüzdən müğayət olun.